xanıma bir dənə də şeir deyəcəm. Sevgimi el aləm hamı biləcək, bu oğlan dostların sən üçün siləcək. Papagil rayonundan sabah gələcək, əslində bizə də gedə bilərik. Necə şeirdir? Sizin Azərbaycan ədəbiyyatından həzm elətdirməyə, soxuşturmağa çalışırsınız ki, mən sizin Azərbaycan ədəbiyyatından xəbəriniz yoxdur. Məhsəti Gəncəvi 12-ci əsrdə mən yazır. 21-ci əsrdə yazıram belə şeyləri. Məndən 9 əsr əvvəl və bunu eləyən çox maraqlıdır ki, qadındır. Elə 18 plus şeirləri var ki, mən o burada oxuya bilmərəm, efirə verə bilmərik. Qəssab oğlu Əyildün Haron göründü. Oxumusunuz? Bu mövzumuzun oxumusunuz, işləməyib dişləyənlər. Bax, siz də onlardan birisiniz. Sizin bu şeiriniz sübut eləyir ki, siz də işləməyib dişləyənlərdən, qıraqda yeyib ortada gəzənlərdən. Bir qırmızı saqqal kişi, ağzı dualı, qoca baqqal kişi, gah yanımı, gah belimi əlləyir, gah budumu, gah qolumu əlləyir. Bilirsiniz bu şeir kimindir? Bilirsiniz kimindir? Bu Mirzə Ələkbər Sabirin şeiridir. Sizin ədəbiyyat biliyiniz yoxdur. Mən neyniyim ona?